Salamlar əziz izləyicilər, hər biri bizi yenidən kanalda xoş gördük. Bugünkü videomuzun mövzusu xaricə gələndə təhsillə əlaqədar, bilmirəm, yaşamla əlaqədar və yaxud da elə belə bir turist kimi gələndə səyahət məsləhətləri olacaq. Mən özüm artıq 6 ildir ki, Avropada yaşayıram və ciddi deyim ki, az səyahət eləməmişəm və təbii ki də bu səyahətlərim ərzində də topladığım çoxlu məlumatlar var ki, bunları bu videoda paylaşmaq istəyirəm. Əvvəlcədən xahiş edirəm, qəşəng like qoyun bu videoya, altdan şərhlərinizi yazın. Dostlarınızla paylaşın, kim ki ümumiyyətlə xaricdə yaşam, təhsil məsələlərinə əlaqədar maraqlıdır. Bizim kanalda bu məsələlər barəsində olduqca çox videolar var və bundan sonra da olacaq. Kanalın əsas mövzusu budur. Və eyni zamanda da təbii ki, xaricdə səyahətlə əlaqədar məsləhətlərə də kiminsə ehtiyacı varsa, məsləhətim budur ki, bu videonu da onlarla paylaşın. Qoyun daha çox adam bizi görsün və tanısın. Kanala da abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın ki, bizim də sayımız artsın və mən də daha çox motivasiya olum ki, belə faydalı məsləhətləri sizinlə paylaşım. İlk öncə bir şey deyim ki, əgər təhsil üçün gəlirsinizsə, böyük ehtimal ki, sizin cibinizdə pulunuz bir balaca azdır. Maddi cəhətdən bir o qədər də belə deyək də, imkanlı vəziyyətdə deyilsiniz və ona görə də səyahət imkanlarınız da nisbətən məhduddur. İşləyəcək adamlara nisbətən məhduddur. Yenə də bu o demək deyil ki, səyahətlərdən qalacaqsınız. Xeyr. Hansı ölkəyə gəlirsinizsə, ən böyük məsləhətim bundan ibarətdir ki, ən birinci, heç olmasa çalışın qonşu ölkələrə gedib bir balaca oraları explore eləyəsiniz də, yəni bir növ kəşf eləyəsiniz, bir növ baxasınız, görəsiniz nədir, nə deyil, orada necə tipli şeylər var, necə şəhərlərdir ümumiyyətlə. Belə şeylərə baxıb həqiqətən də müəyyən dərəcədə təcrübə toplamaq, həqiqətən də həyati təcrübə toplamaq olduqca vacib bir şeydir. Yəni başqa sözlə ucuz variantlar axtarmağa çalışın. Məsəl üçün mən indi bir dəqiqə Estoniyada yaşayıram və ciddi deyim ki, demək olar ki, bütün qonşu ölkələrə getmişəm. Nəinki demək olar, bütün qonşu ölkələrə getmişəm. Yəni Rusiyadır, Latviyadır, dəniz tərəfdən də İsveçdir, Finlandiyadır. Bir dənə Polşanı deyərdim ki, Polşada olmamışam, amma qalan bütün, yəni dəniz sərhədində olan ölkələrin belə hamısında olmuşam. Çünki səyahət eləmək, heç olmasa qonşu ölkələrə səyahət eləmək kifayət qədər yaxşı bir şeydir. Məncə belə bir şey, həqiqətən də belə bir variantı dəyərləndirməyə dəyər. Yox, əgər siz əsl mədəniyyət falan görmək istəyirsinizsə, əsl Avropa mədəniyyəti, Avropa olmasın da, məsələn də ola bilsin kimsə Asiya ölkələrinə gedir. Onda bir balaca daha çətin ola bilərdi. O da ölkədən asılıdır. Məsəl üçün mənim bir tanışım var idi, Malayziyada oxuduğunu deyirdi mənə. Və təbii ki, Malayziyada da siz oxuyursunuzsa, Malayziyadan durub qonşu ölkələrə getmək biraz çətindir. Viza falan tələb olunur. Amma Avropa isə ən rahatıdır da. Çünki Avropada bir dənə Şengen vizası alıb bütün Şengen ölkələrinə gedə bilərsən. Belə ona görə deyirəm ki, Avropada məsələn ən yaxşı gediləsi yerlər, gəziləsi yerlər mənim fikrimcə İtaliyadır, Fransadır. Yəni bu ölkələrdə həqiqətən də mədəniyyət baxımından olduqca böyük zənginlik var. Çünki adamların tarixi və imperiya tarixləri də dəhşət dərəcədə çox belə zəngindir də. Yəni bir neçə yüzilliyə gedib dayanır da. Məsəl üçün elə ölkələr var, İsveç kimi. İsveç də olduqca böyük bir imperiya olub, amma çox qısa müddətdə olub. Yəni bir əsr olub ya olmayıb. Çox belə ya tam ciddi deyirəm, mən özüm şəxsən İsveçə səyahət eləyəndə o qədər də belə təəccüblənmirəm, çünki böyük bir şeyin olduğunu düşünmürəm orada. Məsələn, Stokholm o qədər də mənə maraqlı şəhər kimi gəlmir şəxsən. Yəni mənim fikrimcə sırf yaxşı mədəniyyət falan görmək istəyirsinizsə, ən yaxşısı olardı ki, elə şəhərlərə gedəsiniz ki, o şəhərlərin zəngin imperiya tarixləri var. Mən məsələn öz payıma deyim ki, mənim indiyənə qədər səyahət elədiyim ən yaxşı ölkələr, yəni ən yaxşı şəhərlər daha doğrusu bir Sankt-Peterburqdur. Ciddi deyirəm ki, həddindən artıq orada olan o imperiya mirası olduqca gözəldir. Bütün o tarixi abidələr olsun, landmark deyilən o abidələr olsun, istəyir ümumi belə deyək də adi yaşayış binaları olsun. Təbii ki, mən söhbət bu Sovetin tikdiyi Xruşovka, Stalinkalardan getmir. Sırf 19-cu əsrə, ondan əvvələ aid olan bəzi yaşayış evlərindən gedir. Hansı ki, məsələn, Azərbaycanda Baksovetdə falan da onları görmək olar. Bax, elə tipli binalar, elə tipli evlər həqiqətən də göz oxşuyur. Ümumiyyətlə, şəhərin də canlılığı da mənə həddindən artıq çox xoş idi. Eyni şeyi Viyana barəsində deyə bilərəm. Viyana da dəhşətli dərəcədə sırf arxitekt, yəni memarlıq baxımından olduqca gözəl bir ölkədir, şəhərdir daha doğrusu. Üstəlik şəhərin canlılığı da çox gözəl idi. Adam çox idi. İnsanlar küçələrdə idi. Məsələn, bunun nəyə görə vacibliyini mən düşünürəm. Çünki adam az olan küçələrdə, adam az olan şəhərlərdə ümumiyyətlə, ölkələrdə bir balaca bəzən maraqsız olur da həyat. Çünki məsələn gecə həyatı üçün çıxırsan çölə, amma eləyəsi bir şey yoxdur, olmur. Ona görə də mən bir balaca onu sevmirəm. Daha çox belə səyahət eləyəndə canlı şəhərlərdə olmağı daha çox sevirəm. Hə, yaşamaq üçünsə daha çox sakit yerləri təbii ki, daha çox tərcih eləyirəm. Daha sonra, yəni təbii ki, yaxşı mədəniyyət görmək istəyirsinizsə, Paris, Roma şəhərləri mənim fikrimcə ən mühüm şəhərlərin siyahısındadır.
mənim fikrimcə. Çünki orada dəhşətli dərəcədə çox gözəl şəkildə binalar var və memarlıqlar var, muzeylər var. Fərqli-fərqli yerlərə gedib gəzə bilərsiniz o şəhərdə, o şəhərlərdə. Düzdür, mən heç birində hələ ki olmamışam təəssüf ki. Amma təbii ki, olanlar da mənə deyib, ümumiyyətlə internetdən də görürəm şəkilləri. Çox gözəldir, həddindən artıq gözəldir. Çünki şəhərin özündə tarix var. Mən şəxsən bütün şəhərlərə gedəndə ən əsas birinci istədiyim, görmək istədiyim şey memarlıqdır, tarixdir, mədəniyyətdir. Ən çox belə şeyləri görmək istəyirəm. Qalan şeylər, nə bilim də, əyləncə, gecə həyatı, restoranlar, mollar, bunlar daha çox ikinci dərəcəli şeylərdir mənim üçün. Və elə ona görə də mən bu adını çəkdiyim şəhərləri həddindən artıq çox bəyənirəm. Kopenhagen şəhərini də deyə bilərəm. Bir neçə dəfə olmuşam o şəhərdə. Çox möhtəşəmdir. Yəni imperiya kimi çox belə balaca bir tarixi var Danimarkanın. Söhbət imperiya kimi tarixindən gedir. Çox qısa bir zamanda güclü bir dövlət olub o. Amma buna baxmayaraq yenə də şəhər həddindən artıq dəbdəbəlidir. Elə bilirsən ki, ciddi hansısa bir böyük bir imperiyanın paytaxtındasan. O dərəcədə yəni gözəl şəhər var da orada, o gözəl memarlıq falan, vibe var, vibe. Barselonanı da misal çəkə bilərəm. Barselonada məsələn mənim bir yaxın adamım olmuşdu yaxın zamanlarda. Çox möhtəşəm bir şəhərdir. Memarlıq yenə də eyni zamanda da dənizin sahilində olması da yay vaxtı ora getməyə çox gözəl rəvac yaradır. Ciddi deyirəm ki, yay vaxtı gedirsən orada bir tərəfdən memarlığa baxırsan, bir tərəfdən İspaniyanın mətbəxi mənim fikrimcə pis deyil. Məsələn, paella. Düzdür, hələ yeməmişəm, amma yeyənlər deyir ki, həddindən artıq dadlıdır. Dəniz məhsulları sevən adamlar üçün super bir yeməkdir. Həqiqətən də yemək istəyərdim ondan. Yəni belə yeməklərdən də yeyirsən, sonra da dənizə gedirsən, çimirsən özün üçün. Yəni ki, İspaniya özlüyündə həqiqətən də səyahət üçün super bir ölkədir. Məsələn, orada mən bilən Toledo adlı şəhər var. Mən özüm şəxsən orta əsr memarlığını həddindən artıq çox sevirəm. Ona görə də məsələn Tallin şəhərinin içəri şəhərində gəzmək mənə çox belə gözəl bir hiss verir də. Eyni zamanda həmin bu Toledo adını çəkdiyim şəhər sırf orta əsrlər memarlığı ilə çox zəngindir. Elə bilsən ki, orta əsrlər, nə bilim, nağıllarının içindəsən də. Bax elə tərzdə bir görkəm var. Eyni zamanda Fransada Carcassonne adlı bir şəhər var. O şəhər də həddindən artıq gözəl bir şəhərdir. Bax elə tipli yerlərə həqiqətən mədəniyyət sevdalısısınızsa, elə tipli yerlərə, memarlıq sevdalısısınızsa, elə tipli yerlərə getməyi məsləhət görərdim. Özüm şəxsən həqiqətən də əlimə imkan düşdükcə elə yerlərə getmək istəyirəm. Və təbii ki, tarixin də əsas, yəni bütün bu mədəniyyətin, Renessans dilləri, bu intibah mədəniyyətinin ən mühüm şəhərlərindən olan Florensiyadır, Venesiyadır, Bolognadır. Bu tipli şəhərlərə də həqiqətən də getməyən adam içi mən daxil çox bədbəxt adamlardır mənim fikrimcə. Çünki bu şəhərlərin həm memarlığı, həm tarixi, həm ümumi orada olan o dəbdəbə ki var, onu görməmək həqiqətən də böyük bir günahdır şəxsən mənim fikrimcə. İtaliyanın ümumiyyətlə şəhərlərinin böyük əksəriyyəti belə gözəlliklərlə doludur. İtaliya və Fransa başda olmaqla. Təbii ki, müəyyən qədər Avstriyanı da deyərdim, amma Avstriyada məncə nə bilim, Viyanadan o tərəfə o qədər də maraqlı deyil. Şərqi Avropanın özü də ucuz və çox gözəldir. Məsələn, Çexiya möhtəşəm bir ölkədir. Estoniyanın özü kifayət qədər maraqlıdır. Latviya, Litva da pis deyil. Məsələn, Latviyanın özündə Riga olduqca belə orta əsrlər belə ab-havası ilə zəngin bir yerdir. Tam ciddi deyirəm. Baxmayaraq ki, 2-ci Dünya müharibəsində oranı dağıtmışdılar. Sonra təzədən restavrasiya olundu hər bir şey. Və ümumi məsləhətlər kimi də təbii ki, gedəcəyiniz yerdə bacardıqca çalışın. Əgər büdcəniz məhdudsa, gedin ucuz yerlərdə qalın. Ən çox gəzməyə fikir verin, nəinki, nə bilim, yeyib içməyə, qalmağa falan. Şəxsən mənim də ən böyük məsləhətim bundan ibarət olardı. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Özünüzə yaxşı baxın. Allah amanında.